Salam dəyərli izləyicilər, əvvəlki dərsimizdə say sistemləri mövzusunu bir say sistemindən digər say sisteminə keçidi və onlara aid misal həllərini izah etmişdim. Bu gün isə müxtəlif say sistemlərində toplama və çıxma qaydasını izah edəcəm. Bunun üçün başlayıram ilk öncə gündəlik həyatımızda istifadə etdiyimiz, yəni onluq say sistemində toplama qaydasına baxırıq. Belə bir qayda vardır ki, yəni bütün say sistemlərinə aiddir. Say sistemlərində toplamanın qaydası belədir ki, əgər ədədlərin cəmi əsasdan böyükdürsə və ya əsasa bərabərdirsə, onda həmin cəmi əsasa bölürəm. Alınan qalığı burada yazıram, neçə dəfə yerləşirsə, həmin ədədi yadımda saxlayıram. Baxaq, 7-nin üstünə 8 gəlirəm, 15, 15 ondan böyükdür, 15-i ona bölürəm, 1, qalıq 5. Qalıq 5-i gətirib burada yazıram, 1-i isə yadda saxlayıram. Daha sonra 9-un üstünə 1 gəlirəm, 10, yadda da 1 var idi, topladım 1 ilə, 11. 11 ondan böyükdür. 11-i ona bölürəm. 1, qalıq 1. Qalıq 1-i yenə gətirib burada yazıram. 1 yadda qalır. 2-nin üstünə 3 gəlirəm. 5. 1 də yadda idi. Üstünə gəldim 1-i. 6. 6-nı da olduğu kimi yazıram. Çünki onluq say sistemində 6 ondan böyük deyil. Ona görə olduğu kimi qaldı. Daha sonra 8-lik say sistemində toplama qaydasına baxaq. Belə bir ədəd götürmüşəm. 8-lik say sistemində 714 ədədi ilə 8-lik say sistemində 273 ədədini toplayaq. 4-ün üstünə 3 gəlirəm 7. Baxıram ki, 7 olduğu kimi qaldı. Nəyə görə? Çünki 8-dən böyük deyil, kiçikdir. 1-in üstünə 7 gəlirəm 8. 8-ə bərabər olduğuna görə 8-i 8-ə bölürəm. 1, qalıq 0. 0-ı, yəni bu qalığı gətirib burada yazıram. 1 isə yadda saxlayıram. Sonra 7-nin üstünə 2 gəlirəm 9, 1 də yadda idi 10, topladım 10 elədi. 10 8-dən böyük olduğuna görə bölürəm 8-ə. 1, qalıq 2. Qalıq 2-ni gətirib burada yazıram, 1 isə 2-nin qarşısına qoyuram. Daha sonra 16-lıq say sisteminə baxaq. Belə bir ədəd götürmüşəm ki, D4F 16-lıq say sistemindədir, toplayıram 3D8 ilə. F nə idi? 15. 15-in üstünə 8 gəlirəm 23. 23 16-dan böyük olduğuna görə 23-ü 16-ya bölürəm. 1, qalıq 7. 7-ni, yəni bu qalığı gətirib burada yazıram. 1-i isə yadımda saxlayıram. Sonra 4-ün üstünə D gəlirəm. D nə idi? 13. 13-ün üstünə 4 gəlirəm. 17. 1 də yadımda idi. Topladım 18. 18 16-dan böyük olduğuna görə böldüm. 1, qalıq 2. Qalıq 2-ni gətirib burada yazıram, 1 də yadımda saxladım. D-nin üstünə 3 gəlirəm. Yəni 13-ün üstünə 3 gələndə 16, 1 də yadda idi burada. Topladım 17. 17 yenə də 16-dan böyük olduğuna görə böldüm 16-ya. 1, qalıq 1. Həmin bu qalıq 1-i gətirib burada yazıram. Yadımda saxladığım bu 1 isə qarşısına yazıram. Cavabımız alındı. Daha sonra ikilik say sistemində toplama qaydasına baxaq. Belə bir ədəd verib ki, 1, 1, 0, 0, 1 və 5 dənə 1 ilə ikilik say sistemində toplayırıq. Baxaq, 1-in üstünə 1 gələndə 2, 2 2-yə bərabər olduğuna görə 2-ni 2-yə bölürəm. 1, qalıq 0. 0-ı gətirib burada yazıram, 1-i yadımda saxlayıram. Sonra 0-ın üstünə 1 gəlirəm 1, yadda 1 var idi. Topladım yenə 1 ilə. 2, 2 2-yə bərabərdir, bölürəm 2-yə, 1, qalıq 0. 0-ı yazıram, 1 isə yadda saxlayıram. Yenə 0-ın üstünə 1 gəlirəm, 1, üstünə 1 gəlirəm. Yadda saxlamışdım axı bu 1-i. Gəldim 1-i. 2 elədəcəm. 2 2-yə bərabərdir. Bəli, 2-ni bölürəm 2-yə, 1, qalıq 0. 0-ı yazıram, yenə də bu 1 yadda saxlayıram. Daha sonra 1-in üstünə 1 gəlirəm, 2, yadımda da 1 var idi. Topladım 3. 3-ü 2-yə bölürəm, 1, qalıq 1. Bu qalıq 1-i gətirib burada yazıram. Baxın 0-ın qarşısına yazdım. Sonra nə edirəm? Deməli, bu 1-i isə yadda saxlayıram. 1-in üstünə 1 gələndə 2, 2-nin də üstünə yadda saxladığım 1-i gəlirəm 3. 3-ü 2-yə bölürəm 1, qalıq 1. Həmin bu qalıq 1-i gətirib burada yazıram. Yadda saxladığım 1-i isə 1-in qarşısına yazdım. Cavabımız alındı. Daha sonra çıxma əməlini baxaq. Belə bir onluq say sistemində çıxmaya baxaq. Deməli, onluq say sistemində yazmışam ki, 978 ədədindən çıxıram 297 ədədin. Baxıram, 8-dən 7-ni çıxanda 1 eləyir. Bilirik ki, 8-dən 7 çıxanda 1 alınır. Bu qaldı, yazdım. 7-dən 9 çıxıram. Deməli, 7-dən 9 çıxmaq olmur.
7-nin yanındakı 9-dan kömək istəyirəm. Onluq say sistemi olduğuna görə deyirək onluq say sistemində çıxmaq. Bunun üçün 9-dan 7-nin üzərinə 10 gəlirəm. Yəni bir dənə ayırıram. 17, 17-dən 9 çıxıram. 8. 9-dan 7-nin üstünə gəldiyimə görə yerində biri çıxmışdım. Qaldı nə? 8. 8-dən 2 çıxıram. Cavab 6. Yəni 681 onluq say sistemində alındı. İndeksinə də 10 yazdım. Daha sonra 8-lik say sistemində çıxmaya baxaq. Deməli, yazmışam ki, 741 çıxılsın 516. 8-lik say sistemindədir. Çıxaq. 1-dən 6 çıxmaq olmur. Gedirəm bu 4-dən kömək istəyirəm. 4-dən 1-in üzərinə 8-lik say sistemi dediyinə görə 8 gəlirəm. 1-in üstünə 8 gələndə 9. 9-dan 6 çıxıram. 3 yazdım bura. 4-dən 1-in üzərinə gəldiyimə görə yerində 3 qaldı. 3-dən 1 çıxıram, 2 yazdım. 7 də olduğu kimi qalmışdı. 7-dən də 5 çıxıram, 2. Cavab 223 8-lik say sistemində alındı. Daha sonra 16-lıq say sistemində baxaq. Yazmışam ki, 16-lıq say sistemində 9 1A çıxılsın 2DF. A 10-dur, F də 15-dir. D 13-dür. Deməli, 10-dan 15 çıxmaq olmur. Bu birdən kömək istəyirəm. 16-lıq say sistemində dediyinə görə bu birdən 10-un üzərinə 16 gəlirəm. Yəni 26, 26-dan 15 çıxıram. 11 eləyir. 11 də 16-lıq say sistemində B ilə işarə olur. B-ni yazdım bura. Yəni 11. Sonra bu birin yerində nə qaldı? 0. Çünki A-ya vermişdim 16. Yerində 0 qaldı. 0-dan 13 çıxmaq olmur. 9-dan kömək istəyirəm. 9-dan da birin üstünə bir dənə 16-lıq gəlirəm. Yəni bu birin yerində 0 qalmışdı. 9-dan da 0-ın üstünə 16 gəldim. 16 elədi. 16-dan 13 çıxıram. D-ni çıxıram. 3. 9-un yerində 8 qalmışdı axı. Axı 0-ın üstünə 16 verdim. 9-un yerində 8 qaldı. 8-dən də 2 çıxıram. 6. Yazdım. Cavab 63B. İndeksində 16 alındı. Daha sonra ikilik say sistemində baxaq. Belə bir ədəd yazmışam. 1101 çıxılsın 1011. İkilik say sistemində çıxaq. 1-dən 1 çıxıram 0. 0-dan 1 çıxmaq olmur. Bu birdən kömək istəyirəm. İkilik say sistemi dediyinə görə 1-dən 0-ın üzərinə 2 gəlirəm. Deməli, 2-dən 1 çıxıram 1. Bu birin yerində 0 qalmışdı. 0-dan 0 çıxanda 0. Bu birdən də 1 çıxanda 0. Sıfırları yazmıram. Cavab 1-0 ikilik say sistemində alınır. Bugünkü izahlarımız bura qədər. Sağ olun, sağlıqla qalın.